Salam hörmətli izləyicilər, bu gün sizlərə fiqurların sayılması mövzusunun izahını verəcəm. Fiqurların sayılması dövlət qulluğu vergi orqanlarına çox düşən sualdır. Magistra çox az sayda düşüb. Bundan sonra düşməsi ehtimalı çox yüksəkdir. Ona görə bilməyiniz daha faydalı olar. Başlayaq birinci kvadratdan. Bizə deyir ki, şəkildə neçə kvadrat var? Kvadratların sayma qaydası necədir? Demək, birinci yazırıq 1, 2, 3, 4 və 5. Yəni, burada 5 dənə sütun var. Və sətri də sayırıq. 1, 2, 3, 4, 5. 5 dənə də sətir var. Daha sonra sütundakı ən böyük ədədi sətirdəki ən böyük ədədə vururuq. Yəni, 5 vur 5. Daha sonra hər birini 1 vahid azaldırıq. 4 vur 4. 3 vur 3. 2 vur 2 və 1 vur 1. Bu da eləyir 25, 16, 9, 4 və 1. Toplasaq 25, 16, 55 almış olacaq. Yəni, düzgün cavab C variantı olmuş olacaq. Yox, əgər fərqli olsaydı, məsəl üçün biri daha böyük, biri daha qısa olsaydı, bu şəkildə kimi. Onda nə edirik? Yenə yazırıq. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4. Və sütunun ən böyük ədədini sətrin ən böyük ədədinə vururuq. 7 vur 4. Daha sonra hər birini 1 vahid azaldırıq. Üstə gəl 6 vur 3. Üstə gəl 5 vur 2, üstə gəl 4 vur 1. Daha getmirəm, çünki 1-i 1 vahid azaldanda 0 eləyəcək. Daha bundan sonra getməyə ehtiyac yoxdur. Burada artıq dayanıram. İndi bunu hesablayaq. 28, 18, 14. Bu da 60. Yəni, burada 60 dənə kvadrat olmuş olacaq. Yəni, kvadratların sayılma qaydası bu cürdür. Sətir və sütun üzrə baxırıq. Sətrin ən böyük ədədini sütunun ən böyük ədədinə vurub, daha sonra isə bir vahid azalda gedirik. İndi isə baxaq düzbucaqlıların sayılma qaydasına. Düzbucaqları necə sayırıq? Yenə sətir və sütunu yazırıq. 1, 2, 3, 4. 1, 2, 3, 4 yazdıq. Burada artıq sətir və sütundakı ədədləri toplayırıq. 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl 4. Bu mənə neçəni verəcək? 10-u verəcək. Bu nə qədər eləyəcək? 1, 2, 3, 4 yenə 10 eləyəcək. Və 10-u 10-a vurmaq lazımdır. 10 vurulsun 10. O da 100 eləyir. Yəni, burada 100 dənə düzbucaqlı var. Bəs başqa cür olsaydı, uzunluqları fərqli olsaydı, yenə həminki qayda ilə işləyəcəyik. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. Toplayırıq buranı. 1, 2, 3, 4, 5, 6. Bizə neçəni verir? 21 eləməlidir. 1, 2, 3, 4, 5. Bunu da toplasaq 15 almış olacaq. İndi yenə həminki qayda ilə. Sütun üzrə ədədlərin cəmini sətir üzrə ədədlərin cəminə vurmaq lazımdır. Yəni, 21 vurulsun 15. O da 315 eləmiş olacaq. Düzgün cavab B variantıdır. İndi keçək üçbucaqların sayılmasına. Bu üçbucağı necə sayırıq? İlk öncə ayrılmışına baxırıq. Neçə dənədir? 1, 2, 3, 4. Və aşağı da baxırıq. 1, 2, 3, 4. Burada baxırıq 1, 2, 3, 4. Burada baxırıq ki 1, 2, 3 və 4 dənədir. İndi bu yuxarıdan, bu xəttə qədər olandan neçə dənə üçbucaq var? Onu tapmaq üçün buradakı ədədləri toplayırsan. 1, 2, 3, 4-ü topladın 10 dənə. Demək ki, burada 10 dənə üçbucaq var. Həmçinin ikincisində də buradan bu xəttə qədər olan
Yerdə də həmçinin 10 dənə üçbucaq var. Çünki 1 üstəgəl 2 üstəgəl 3 4 və bizə 10 eləyir. Sonra bura xəttə qədər də 10-dur. Və aşağıdakı xəttə qədər də ümumi 10-dur. Aha, indi demək neçə dənə üçbucaq oldu? 10 dənə, üstəgəl 10, 20, 30 və 40 dənə. Demək ki, bu şəkildə 40 dənə üçbucağımız var. Bir də gəlir digər üçbucaq. Bu isə bunun qaydası var. Bunun qaydasını bilmək lazımdır. Və ancaq bərabər tərəfli üçbucaq üçün keçərlidir. Baxıram ki, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Yəni 5 dənə üçbucaq var, yəni bərabər tərəflidir. İndi nə edirəm? 1, 2, 3, 4 və 5 olaraq yazıram. 1-in qabağına 1 yazıram. 2-nin qabağına isə 2-nin çarpazındakını toplayıb yazırsan. 2 ilə 1 neçə edir? 3. Gətirib 3 yazırsan. 3-ün qabağına onun çarpazındakını toplayıb yazırsan. 3 ilə 3 eləyir 6. 4-ün qabağına onun çarpazındakını toplayırsan. 6, 4, 10 elədi. 5-in də qabağına 10 ilə 5-in cəmin yazırsan 15. Daha sonra bunları toplayırsan. 1 üstəgəl 3, üstəgəl 6, üstəgəl 10, üstəgəl 15. O da sənə verir 35-i. Bitdimi? Xeyr, hələ bitməyib. Bir də tək yerdə duran ədədləri üzərinə gəlirsən. Tək yerdə hansıdır? 1-dir, 3-dür və 5-dir. 1-in qabağında nə var? 1 var. 3-ün qabağında 6 var. 5-in qabağında 15 var. Bunları da toplasan 22 eləyəcək. 35 dənə zaten var idi. 22 də üstünə gəldi. 35 üstəgəl 22. O da 57 eləmiş olacaq. Yəni düzgün cavab C variantıdır. Buna oxşar bir dənə də var. Gəlin bunu da eləyək ki, tam başa düşəsiz. Baxıram ki, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. 4 dənə hər tərəfdə var, yəni bərabər tərəflidir. Yazıram. 1, 2, 3, 4. 1-in qabağına nə yazıram? 1. 2-nin qabağına onun çarpazını yazıram. 2 ilə 1-in cəmi 3. 3-ün qabağına onun çarpazı 6. 4-ün qabağına isə onun çarpazı 10'u yazıram. Daha sonra bunları toplayıram. 1 üstəgəl 3, üstəgəl 6, üstəgəl 10. O da mənə verəcək neçəni? 4, 10, 20. Və tək yerdə duran ədədlər. Tək yerdə nə durub? 1 ilə 3. 1-in qabağında 1 var. 3-ün qabağında da 6 var. 1 ilə də 6, 7 eləyir. 20 dənə zaten əlimdə var idi. 7 də burada var. 20 üstəgəl 7, 27 eləmiş olacaq. Bu qaydası olan fiqurların sayılması idi. Bu şəkillərin hamısının öz qaydası var idi. İstər düzbucaqlı, istər kvadrat, istərsə üçbucaqlı. Bəzi suallar var ki, orada qayda yoxdur. Onu bir-bir saymaq lazımdır. Bu videoda çalışdım ki, sizlərə qaydası olan fiqurların necə tapılmasını başa salım. Ümid edirəm yararlı bir video oldu. Kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda yazmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.